Amma o heç kəsə baxmır. Öz sevgilisini gözləyir. O xoşbaxt adam kim idi, onu heç kəs bilmirdi. Qabağında öz sevgilisinin şərəfinə ağac əkmişdi. Ancaq kimsə açansa bu ağacı kəsib. Ona görə də beyrəsinə qalsa qəribə yox, tənha evdir. Deməli bu evi tənhalıqdan qurtarmaq üçün o ağacı əkmək lazımdır. Amma onu geri aşıq olan adam əkər. Bəs o ağac hansı tərəfdə əkilmişdi? Bax burada. Burada? Tapmaq lazımdır. Öhrə tapmaq lazımdır. Mən indi gəlirəm. Bu nə ağacıdır? Qovaqdır. Götür. Peşman olmazsan. Əsl cins ağacdır. Götürürəm. Səni çağırırlar. Bunu kimin için almışsın? Onun üçün. Xahiş edirəm, kəsməyin bu ağacı, siz Allah kəsməyin. Xahiş edirəm, kəsməyin, yalvarıram siz Siz Allah... nə edirsiniz? Bu ağac kimə mani olur? Onu siz bastırmışsınız? Vay! Bu nə bürokrat ya? Yusuf gedək, sənsiz də köməkçi çox. Axı bu ağacın nə günahı var? Bu yazığı niyə ağladırsınız? Göz yaşlarına da yazığınız gəlmir. Bari balasına rəhm edin. O idi. O məni tanıdı.